Salam əziz tələbələr, bu videoda sizin ingilis dili müəlliminiz Nigar Rızayevadır. Deməli, bugün sizinlə birlikdə baxacağımız suallar 31 may 2026 tarixində FCE Akademi tərəfindən 3-cü cəhdə hazırlıq mərhələsində keçirilmiş sınağın sualları olacaq. Əvvəla başlayırıq dinləməklə. Əgər ki, kitabça əlinizin altında yoxdursa, o zaman sualları burada baxıb screen edə bilərsiniz. Yəni ki, ekrandan şəklini çəkib götürə bilərsiniz. Elə isə gəlin tez başlayaq dinləməmizi. Dinləməyə görək ki, dinləmə nə ilə bağlıdır? Bilirsiniz, dinləmə imtahanda 2 dəfə səsləndirilir və bu 2 dəfə səsləndirilmə arasında da 2 dəqiqəlik fasilə, interval mövcuddur. Good morning, Linda speaking. Hi, my name is Tom. I'm phoning about a short story competition. I saw an advert on your website and just calling to get some details. Yes, certainly. I'm the competition organizer, so I can help. What kind of details are you looking for? Okay, how many words is that? Well, we want to give students a reasonable amount of freedom, but the guidelines are around 3,000 words. Oh, that sounds quite a lot. It's not as much as it used to be. We did have a limit of 5,000 words, but some students thought that was too many, so this year we've reduced it. Right, and does the story need to be about anything in particular? No, you can write about any topic you like. But the main point of the competition is that it has to have a surprise ending. That sounds interesting. I don't think I've ever written a story like that before. Yes, it's something we have introduced this year. Right, I'm 18. Is there any age limit? Yes, you need to be 16 or over. So if you are 18, that's fine. Great. So, what are the starting and closing dates for the competition? Okay, we start in January, and the last entry is on the 1st of August. So you have plenty of time. So, how do I enter? The best way is to complete the entry form online. Great. I'd better get writing straight away. Yes, good luck. Thanks. Dinləməni bitirdiyimizə görə gəlin tez baxaq görək ki, düzgün cavablar harda, nə idi? Əvvəla baxırıq birinci sualımıza, deyir ki, bəs dialoqa görə düzgün variantı tapın. A variantında deyir ki, söz limiti artıbdır, xeyr, əksinə azaltmışlar. 5000-dən 3000-ə doğru bir eniş var idi. B variantı dostları xəbər verdi, xeyr, veb saytda görmüşdü. Daha sonra C variantı has got a limited time to write a story. Xeyr, Tomun əslində kifayət qədər vaxtı var idi. Çünki deadline, müddət üçün demişdilər ki, yanvardan avqustun 1-nəcən. D variantına gəlsək, deyir ki, Tom öyrənibdi. Aha, internetdə olan reklamdan düzdür. G variantı məyus olmuşdu. Xeyr, bu da yanlışdır. Gəlirik 2-yə, deməli, how long is the word limit expected to be? Söz limiti nə qədər olmalıydı? 3000 təqribən belə olmağı gözlənilirdi. 5000 isə əvvəlki il üçün deyilən limit idi. Gəlirik 3-ə, 3-cü sualımıza. Deməlidir ki, hansı suala mətndə cavab var? Gəlin tez baxaq. Deməli, A variantı hekayə necə bitməli idi? Sürpriz sonla ilə A variantımız düz idi. Digərləri yaş limiti nəyə görə var idi? Bilmirik. C variantı necə başlamalıdırlar? Bilmirik. Sadəcə sonluqla bağlı bizdə bir tələb var idi ki, sonu sürpriz olmalıdır. Mükafat nədir? Bilmirik və ən yaxşı mövzu nədir? Onu da bilmirik. Yəni spesifik bir mövzu haqqında bir şey deyilməmişdi. D variantı yarışmaya qatılmaq üçün şagirdlər, tələbələr nə etməlidirlər? Baxaq variantlarımıza. Deməli, əldən ələ ötürməlidirlər, verməlidirlər, təhvil verməlidirlər bu yazıları yanvaradək. Xeyr, əksinə yanvardan başlayırdı, avqustacan. A variantı səhvdir. B-də spesifik mövzu var idi. Xeyr, 16 yaşdan aşağı deyil, 16-dan yuxarı olmalıdırlar. D də səhvdir. Daha doğrusu C səhvdir. D variantımız isə düzdür ki, bəli, 16 yaşdan yuxarı olmalı. Hətta Tom soruşur ki, mənim 18 yaşım var, problem olmaz ki. Və Linda deyir ki, xeyr, biz elə 16 və üzəri istəyirik. Sənin yaşın idealdır. Daha sonra Y variantı deyir ki,
Nədir burada? Avqustdan sonra iştirak eləməlisiniz. Xeyr, avqustacan vaxtınız var. Və gəlirik 5-ci sualımıza. Dinləmədən aydındır ki. Baxaq görək nə aydındır. Əvvəla A variantına baxırıq. Tom deadline, yəni ki, son çatdırma, bitirmə tarixinə gəlib çata bilmir, yazıb qutara bilmir. Xeyr, vaxtı bol idi. The story has to have an unusual beginning. Beginning yox, ending. C variantı müəyyən bir təcrübəsi var idi. Xeyr, ilk dəfə idi ki, sürpriz sonlu bir şey yazacaqdı. Daha sonra D variantı students are given less freedom. Yox, əksinə deyirdilər ki, biz çalışırıq ki, bu tələbələrə daha çox, şagirdlərə daha çox şans yaradaq, azadlıq verək yazarkən və Y variantı, bəli, avqustun 1-necə deyirdilər. O da olur, deməli 5-də Y variantı. Deməli, ilk mətnimizlə davam edirik. Mətnimiz aspirinin tarixi ilə bağlıdır. Əvvəla gəlin tez mətnlə tanış olaq, görək ki, nə ilə haqqında danışırdıq, nələrdən bəhs eləyirdik. Deməli, deyir ki, bəs bu aspirinin tarixi 1000 illər bundan əvvələ gedib çıxır, hansı ki, yəni də bizim bu müasir tibbdən, müasir dərmanlardan olduqca əvvələ gedib dayanır onun tarixçəsi. Deyir, qədim bu sivilizasiyalar, Şumerlər olsun, Misirlilər olsun, daha sonra Yunanlar olsun, willow bark and leaves bunlardan istifadə edirdilər, ağacın yarpaqları filan, hansı ki, bunlar nəyə kömək eləyirdi? Ağrını azaltmağa, həmçinin qızdırma ilə başa çıxmağa köməklik eləyirdi. Bu, sonra deyir ki, bəs bitkilərin tərkibində salisilit, əgər Azərbaycan dilinin adını düz dedimsə, həmin bu maddə var idi. Hansı ki, o da nədir? Bir təbii birləşmədir, öz içərisində anti-inflammatory propertiləri daşıyırdı. Daha sonra deyir ki, bəs eramızdan əvvəl 400-cü ildə Yunan fiziki Hipokratdan danışır ki, bəs istifadə edir, tövsiyə edir ki, willow bark for treating pain during childbirth. Hətta bunlar təbii vasitələrdən doğum zamanında istifadə edilmişlər. Although people understood its medical effects, the exact chemical substances responsible for these benefits were still unknown. Deməli, deyir ki, baxmayaraq ki, insanlar bu istifadə edildikləri təbii şeylərin təsirlərindən xəbərdar idilər, başa düşürdülər. Amma bilmirdilər ki, onun içərisində, yəni konkret belə bir kimyəvi maddə var, birləşmə var. Əsas onun sayəsində bu sağalma, bu tibbi faydanı biz əldə edirik. Gələk indi ikinci abzasımıza. Deyir ki, bəs the scientific development of aspirin started in 19th century. Aha, 19-cu əsrdə elmi cəhətdən artıq başlayırlar aspirini düzəltməyə. Həmin dövrlərdə başlayır. To isolate the active ingredients found in willow bark. Ondan sonra neçədir bu? 1828-ci ildə kim? Deməli, Alman kimyagəri, kimyaçısı Johann Buchner adını əgər düz dedimsə, bu insan haqqında indi biz danışacağıq. Nə eləyir? Deməli, uğurlu şəkildə salisin deyilən bir maddəni əldə eləyir. Özdəki yoldaşlar, bu willow bark, willow leaf, bütün bu proseslər söyüd ağacı üzərində gedir. Görürsünüz, yəni bizim əslində bir baxma, bugünkü tibbin özəyi, özülü bildiyimiz söyüd ağacına gedib dayanırmış. Aha, davam eləyək. Sonralarda deyir ki, bəs İtalyan kimyaçısı Rafael Pria'nın adını çəkirlər. O da nə edir? Salisini salisilik turşusuna çevirir və which was effective but caused serious stomach irritation. Deyir ki, bu effektiv olmuşdu, faydalı olmuşdu, amma mədədə qıcıqlanmaya gətirib çıxardırdı. Alimlər nə edilər? Therefore searched for a safer and more tolerable alternative. Ona görə də başladılar alimlər daha belə təhlükəsiz, həmçinin də dözülülə bilən bir yeni alternativ axtarmağa. A major breakthrough occurred in 1897. Nə vaxt ki, Felix Hoffman, hansı ki Bayer firmasına görə işləyən bir kimyaçı idi, nə edir? Asetil salisilik turşusunu bir stabil formada yaradır. Hoffman reportedly wanted to help his father. İstəyirdi ki, atasına kömək eləsin, hansı ki, revmatizmadan əziyyət çəkirdi və salisilik turşusuna dözümü yox idi.
Aha, deməli buna görə o yeni formada kəşf eləmişdi. Asetil salisililik turşusunu tapmışdı. 1899-cu ildə Bayer başlayır aspirini tabletka formasında satmağa. Bu arada yoldaşlar biz bu sətirdəyik. Making it one of the first mass-produced pharmaceutical drugs. Deməli deyir ki, beləliklə aspirin tabletka formasında başlayırlar satmağa və bu apteklərdə filan satılan ən belə geniş yayılan dərmanlardan birinə gəlib çevrilir aspirin. Its popularity, xüsusilə deyir ki, 20-ci əsrin əvvəllərində populyarlığı artdı. Xüsusilə də İspan qripi dövründə daha da populyarlaşdı. Çünki ondan biz nədə istifadə edirdik insanlar? Qızdırmanı və ağrını azaltmaqda. Və gəlirik son abzasımıza. 20-ci əsrin ortalarında alimlər kəşf elədilər ki, aspirin həmçinin nəyə kömək eləyə bilər? Prevent blood clots, reducing the risk of heart attacks and strokes. Hətta deyir ki, heart attack, stroke, yəni görürsüz, bu nəyə həmçinin kömək edibdir? Ürək problemlərinə, ürək tutması filan və s. bunlarda da faydası olubdur. Necə də faydalı bir dərman imiş. More recent studies deməlidir ki, bəs ən son araşdırmalar da göstərir ki, başqa bunun faydaları ola bilər. Məsəl üçün xərçəngdə və s. Ondan sonra oldu, baxmayaraq ki, alimlər hələ də deyir, remain conscious because aspirin can also cause side effects. Amma çox da yəni də rahat deyilər. Hələ də işlərində bir narahatçılıq var. Çünki aspirinin özünün də müəyyən qədər bir negativ cəhəti ola bilər. Məsəl üçün deyir ki, nəyə gətirib çıxarda bilirdi? Burada onun əks təsirlərindən biri daxili qanaxma idi. Internal bleeding. Və deyir ki, bu günlərdə aspirin hələ də dünyada ən çox yayılan, ən çox satılan, belə ən çox seçilən dərmanlardan biridir. An important achievement in medical history və tibb tarixində uğurlardan, ən böyük uğurlardan biri kimi də biz onun adını çəkə bilərik. Gəlirik, çıxırıq 6-cı sualımıza tez bir şəkildə. Deməli, 6.1-də deyir ki, people were using natural remedies. İnsanlar lap əvvəllərdə, yəni bu aspirin ortaya çıxmamışdan əvvəl, modern dərmanlar çıxmamışdan əvvəl natural şeylərdən istifadə edirdilər. Düzüydü. Mətni oxuyanda biz gördük ki, çünki gəlin lap əvvəlinə baxın, buralarda söyüd ağacı filan onların faydasından danışır. Hansı ki, eramızdan əvvəldir hətta. Amma nə vaxt kəşf ediblər? 19-20-ci əsrlərdə əsas bu dərmanlar ortaya çıxıbdır. Deməli, 6.1-imiz doğru olacaq. Gəlsək 6.2-yə salisilik turşusu geniş yayıldı. Çünki onun heç bir faydası yox, daha doğrusu zərərli tərəfi yox idi. Bu səhvdir. Geniş yayıldı yayılmağına, amma səbəbi onun negativ cəhətinin olmamağı deyildi. Hətta sonrasında dedi ki, onun negativ cəhətləri də var. Biri də daxili qanaxma idi. Deməli, 6.2-imiz nə olur? False gəlirik, işarə edirik. Gəldirəm, çıxıram 6.3-ə. Felix Hoffman developed acetyl salicylic acid and was working for Bayer. Düzdür, bu hissədən tapa bilərik 3-cü abzasının ilk cümləsi. Deməli, 6.3-ümüz olacaq doğru. 6.4-ə gəlsək, deyir ki, bu günlərdə aspirin istifadə olunur nə üçün? Only to relieve pain and fever. Sadəcə ağrı və qızdırmaya qarşı xeyr. Hətta deyir ki, biz ondan xərçəngdə belə faydalana bilərik. Həmçinin ürək problemləri, ürək xəstəlikləri filan buralarda da adını çəkmişdilər. Deməli, ona görə gəlirəm. 6.4-ümü də nə götürürəm? False. Çünki sadəcə o ikisində pain və feverdə istifadə olunmurdu. Ay, saraldacaqdıq, çaşıb qaraltdıq. Bunu daha doğrusu qızartmışdıq. Rəngini düzəldək. Bəli. Deməli, 6-cı sualda A, B bu formada variantlarımızı tapmış olduq. Gəlirik 7-ci suala. Felix Hoffman qərar vermişdi ki, asetil salisilik turşusunu hazırlasın, düzəlsin, tapsın. Nəyə görə? Atasına görə. Çünki deyirdi ki, atasının revmatizması var idi və mədə problemlərindən əziyyət çəkirdi. Deməli, Hoffman reportedly wanted to his father who suffered from rheumatism and couldn't tolerate salicylic acid. Atası salisilik turşusuna dözə bilmirdi və buna görə də nə edir? Hoffman atasına kömək üçün asetil salisiliki hazırlayır. Bu da olacaq B variantı. Gəlirik 8-ə. What was one reason aspirin became highly popular in early 20th century? Deməlidir ki, nəyə görə 20-ci əsrin əvvəllərində bu aspirin belə populyar hala gəlib çatdı?
Baxsaq tez-tez variantlarımıza, kosmetikada var idi, xeyr, tabletka, xeyr, daha sonra effektiv idi, çünki qarında problem yaradır, mədədə problem yaradırdı, xeyr, nə əlaqə, mədədə problem yaradan şey niyə bu cəhətinə görə populyarlaşsın, C variantı səhvdir. D-yə gəlsək, it was commonly used during the Spanish flu outbreak. Bu düz variantı idi. Mətndə soruşsanız ki, hardadır Spanish flu, bu hissədə görə bilərsiniz. Elə 20-ci əsrdə açar söz kimi götürsəniz, gəlib mətndə ancaq həmin hissədə tapa biləcəksiniz. E variantında isə internal, daxili qanaxmaya səbəb olduğuna görə populyar idi. Xeyr, əksinə onun negativ cəhətlərindən idi. Breakthrough sözünün mənası nə idi soruşur 9-cu sualda bizdən. Mənası breakthrough'un böyük bir kəşf, böyük bir partlayış yaradacaq, böyük bir wow effekti yaradacaq bir irəliləmə, yenilik. Ona görə də biz bunu götürürük 9-da A variantı ilə mətndə də həmin mənada işlənmişdir, əgər cümləyə diqqətlə baxsanız. Gələk çıxaq 10-cu sualımıza. Deməlidir ki, mətnə əsasən doğru variantı, doğru sualı, yəni cavabı olanları seçin. Birinci, hansı təbii remedilərdən, dərmanlardan filan vasitələrdən istifadə edirdilər? Biz söyüd ağacından danışdıq, onun yarpaqları filan elə mətnin birinci abzasından tapa bilərdiniz. 2-yə gəlsək, nəyə görə alternativ axtarırdılar sadisilik turşusuna? Çünki elə adi gələk burada onun, baxın, bu hissədə deyir ki, yenilərini axtarırdılar. Çünki bu, məsəl üçün, mədədə problem yaradırdı. Daha sonra elə Hoffmanın atasını götürə bilək ki, dözümü yox idi sadisilik turşusuna. Yəni, hər kəs müəyyən qədər çətinliklə üzləşə bilirdi uyğunlaşmaqda, adaptasiya olunmaqda. Çünki hər kəsin bədəni də eyni deyildi. Nəysə, deməli, tapdıq ki, 2-nin cavabı var idi. Gəlirik tez onu işarələyirik və baxırıq 3-cü sualımıza. How did Bayer contribute to the development of aspirin? Bəs deyir ki, Bayer necə fayda veribdi aspirinin kəşfinə? Daha doğrusu kəşfi demir, development, inkişafına. Gələk baxaq, Bayerlə bağlı hissə buradaydı. Və deyir ki, bu da nə edibdi Bayer? Başlayıb da aspirini tabletka formasında satmağa. Making it. Bu da nəyə gətirib çıxardıb da? Belə çoxlu sayda, mass production, çoxlu sayda bunları istehsal eləyib, elə güclü, çoxlu sayda da satış gerçəkləşdiriblər. Deməli, 3-ün də cavabı var. Onu da işarə edəcəyik. Saraldıq bunu da. 4-də deyir ki, nəyə görə alimlər bu günləri imtina eləyirlər, boyun qaçırdılar aspirindən. Belə bir məlumatımız yoxdur. Today ilə başlayan hissədə sadəcə onun bugün də öz önəmini qoruyub saxlamağından danışırlar. Bəs gəlsək 5-ə, nə qədər tabletka içərisində var, dərman var, say bizə verilməyibdir. Deməli, 5-in də cavabı yox idi. İndi isə ikinci mətnimizə baxırıq, hansı ki, orta əsrlərdəki rəssamlıqla bağlıdır. Deməli, deyir ki, bəs bu orta əsrlər rəssamlığı əsasən 5-ci, 15-ci əsrlərdə Avropada yayılmışdı və adətən də müasir izləyicilər tərəfindən yanlış anlaşılırdı. Bu sənət əsərlərinə baxanda insanlar tez-tez fərqinə varırdılar ki, bəs burada fiqurlar var, hansılar ki, flat görünürlər, həmçinin proportionları, yəni onların bədən quruluş proporsiyaları da qeyri-real, yəni ki, imaginary idi də, çox da belə realistik deyildi. Və həmçinin deyir ki, bu əsərlərdəki realizmin əksikliyi az olması was not because medieval, deyir ki, bu sənətkarların, rəssamların bacarıqları ilə bağlı bir şey deyildi. Bu sadəcə onların məqsədi yönləyən özlərinin biləyətdən, qəsdən elədikləri bir seçim idi. Art during this period was not meant to copy the physical world accurately. Deməlidir ki, bu dövrdə olan sənət əsərlərinin əsas məqsədi dünyanı necə var elə də kopya eləmək deyildi. Yəni, müəyyən bir yeniliklər qatırdılar, özlərinə, öz təxəyyüllərinə aid bir şeylər qatırdılar. Bu, həmin dövrün rəssamlığı və sənətkarlığı üçün əsas səciyyəvi cəhətlərdən idi, deyə bilərik. Its primary purpose was to convey spiritual truths and teach religious stories to a society where most ordinary people couldn't read or write. Deməli, deyirdi ki, onların əsas məqsədi nə idi? Bəs çatdırmaq istəyirdilər
istəyirdilər spiritual, yəni ki, ruhi bu daxili bu düşüncələri, daha sonra həqiqətləri və çalışırdılar ki, dini hekayələri filan bunların hər birini cəmiyyətə çatdıra bilsinlər. Hətta yəni ən sadə insanlar belə anlaya bilsin. Hansı ki, bu insanlar yazmaq və yaxud da ki, oxumaq bacarmırdılar. Belə qabiliyyətləri yox idi. Religion was the central pillar of medieval life and this is clearly reflected in the subject matter of paintings. Deməli deyir ki, din həmin bu dövrdə əsas belə sütunlardan biri idi, həyatın əsas hissələrindən biri idi və biz bunu onların təsvirlərində, hekayələri dedim də, yəni təsvirlərdə göstərilməyə çalışan hekayələrdə, onların məzmununda da dəqiq bir şəkildə göstərilirdi. Və deyir ki, the vast majority of surviving artworks və deyir ki, bəs bu günümüzə gəlib çatan bu sənət əsərlərinin əksəriyyəti də nəyə göstərir? Biblical scenes, saints and holy figures. Dini müəyyən bir səhnələri, şəxsiyyətləri filan bunları təsvir edirdi. Bu təsvirlər haqqında deyir ki, bu rəsmlər haqqında əsasən onlar was usually commissioned by the Catholic Church or wealthy nobles to decorate bəs əsasən dini məkanları bəzəmək üçün də onlar sifariş olunurdu hazırlanmağı. Katolik kilsəsi və yaxud da ki, ailələr var idi, zəngin ailələr, zadəganlar onlar tərəfindən. Instead of using natural lighting, deyir ki, bəs təbii işıqlandırma əvəzinə onlar və yaxud da ki, realistik işıqlandırma əvəzinə onlar nədən istifadə edirdilər? Gold leaf, vibrant colors, deməli, qızılı yarpaqlar belə bu tipdə şeylərdən və yaxud da ki, parlaq rənglərdən istifadə edirdilər ki, bir cənnətvari, bir çox gözəl, heyrətamiz bir atmosfer yarada bilsinlər. The size of the characters in the painting was determined by their spiritual importance. Deməli deyir ki, buradakı karakterlərin, obrazların ölçüləri onların dini əhəmiyyətindən asılı olaraq çəkilirdi. Nəinki onların, yəni də tutaq ki, izləyiciyə qarşı ümumiyyətlə aralarındakı məsafə və yaxud da ki, müəyyən bir ölçü, taktika, texnika və s. Yəni bunlardan daha çox dini cəhətdən ələ alırdılar həmin bir rəsmi çəkəndə. The material and methods used by medieval painters required immense patience and specialized knowledge. Deməli deyir ki, bəs həmin bu dövrdə istifadə olunan materiallar olsun, metodlar olsun, bu rəssamlar tərəfindən müəyyən bir səbr istəyirdi. Daha sonra deyirdi ki, müəyyən bir bacarıqlarınız olsun, bilikləriniz olsun. Yəni müəyyən tələbləri var idi. Hər kəs üçün rahat bir şey deyildi. Before the invention of oil paints, yağlı boyaların kəşfindən əvvəl daha çox bunlar egg tempera adlanan bir metoddan istifadə edirdilər bu rəssamlar və onun haqqında daha sonra deyir ki, where dry color pigments were fixed. Bəs bu yumurtanın ağız sarısı falan olur, o içərisi. Onlardan istifadə edib həmin bu quru rəngləri bunlar yağlandırırmışlar. Onları daha yaxşı bir kıvama gətirirmişlər. Türklər demiş, sıxlığa, density falan bunlar düzəldirdilər ki, daha yaxşı şəkilləri hazırlaya bilsinlər. This medium dried very quickly, requiring precise brushwork. Deməlidir ki, onlar tez quruyurdu və nə tələb eləyirdi? Fırçadan dəqiq və yaxşı şəkildə istifadə etmək bacarıqları. Painters also worked on wooden panels or painted directly onto wet plaster walls in a technique called known as fresco. Deməli, həmin dövrdə fresko ortaya çıxıbdı. Taxta panellərin və yaxud da ki, plaster lövhələrin üzərinə, divarların üzərinə birbaşa yaş plasterlərin üzərinə çəkirdilər. Hansı ki, biz bunu fresko kimi tanıyırıq. Because these materials were expensive, çünki bu materiallar bahalı idi və artistlər, rəssamlar müəyyən bir işçilər idi, bacarıqlı işçilər idi. Onlar nətər deyir burada ki, were viewed, belə bir şəkildə təsvir olunub ki, were viewed as skilled craftsmen rather than independent individual creators and many masterpieces remain anonymous today. Bunların bu materialları baha idi. Ona görə də deyir ki, bəs bu artistlər daha çox bacarıqlı sənətkarlar kimi tanınırlar. Nəinki bu independent, azad, fərdi
yaradıcılar, sənətkarlar kimi və onların bir çox sənət əsərləri günün bu günündə də necədir? Anonim olaraq qalır. Yəni bilmirik ki, qəşəng bir şəkildə, bəs kim çəkib? Anonimdir, bilinmir. Və gəlirik şükürlər olsun ki, son abzasımıza. As Europe approached the 15th century, bəs 15-ci əsrə çatdıqca Avropada həmin bu sənət əsərləri başladılar dəyişməyə və yeni bir dövr, yeni bir form, sənətkarlıq forması olan Renessans buna yol açıldı. Və deyir ki, rəssamlar başladılar başqa bir perspektivlə yanaşmağa. Onlar çalışırdılar ki, üç ölçülü bir dünyanın illüziyasını öz flat, dayaz səthlərdə göstərə bilsinlər. They also began to pay close attention to human anatomy and real-world landscapes. Həmçinin daha reallığa uyğun şəkillər təsvir etməyə başladılar. Olsunlar burada insan anatomiyası və yaxud da ki, mənzərə və s. While medieval paintings may look rigidly compared to later art movements, they remain a fascinating window into the deeply religious and symbolic mind of medieval world. Deməli deyir ki, bu orta əsrlərin medieval dövrün təsvirləri düzdür. Zaman-zaman müxtəlif dövrlərin rəsm əsərləri ilə müqayisə oluna bilərlər, amma onlar həmin o yaradıldıqları dövrün dini və simbolik dəyərlərini özündə təmsil edədiklərinə, göstərdiklərinə görə hələ də dəyərlidirlər və bizim üçün bir o qədər də maraqlıdırlar. Gəlin bu gözəl mətni oxuduğumuza görə suallarına keçid eləyək, görək ki, bəs nəyin cavabı hardadır? Əvvəla baxırıq 11.1-ə. Medieval artists avoided realism mainly because of skill issues. Xeyr, bu deyirdi ki, onların fərdi seçimi idi. Baxın, bu hissədə cavabı var ki, bəs bacarıqla bağlı deyildi. Əksinə, onlar bunu özləri seçirdilər. Deməli, 11.1 olacaq. Baxaq. False. Biz bunu burada false götürəcəyik. İndi isə 11.2-yə baxırıq. Deməli deyir ki, əksər bu şəkillər, təsvirlər gündəlik həyata əsaslanırdı. Xeyr, daha çox dini hadisələr, dini proseslər bunları ələ alırdılar. Deməli 11.2-miz də olacaq false. Gəlib baxsaq burada, deməli dini hadisələr falan da ikinci abzasa əsasən götürə bilərsiniz ki, cavab nədir? 11.2-də yanlışdır. 11.3 pigmentləri egg yolkla qatırdılar. Bu düz idi. Çünki yağlı boya yox idi həmin vaxt. Gəlib bura baxsaq, bu egg tempera üsulunun açılışı, onun necə baş verdiyinə bağlı məlumat var. Deməli 11.3-ümüz olacaq true. Ardından gəlirik 11.4-ə. Renessans dövründə əksinə perspektiv anatomiya mühüm idi, vacib idi. Üç ölçülü dövr təsvirlər filan bunları ələ alırdılar. Renessansla bağlı olan məlumatları buradan görə bilərik ki, 11.4-ümüz yanlış idi. Gəlsək 12-yə. The main purpose of many medieval paintings was to. Bəs deyir ki, bu təsvirlərin əsas məqsədi nə idi? Həmin bu dini ideyaları insanlara gəlib çatdırmaq. Ümumi mətni oxuduq və dini temalar, dini mövzular harda gedirdi? İkinci abzasımızda buraya əsaslanaraq elə 12-də Y variantını seçirik. Gəlirik 13-ə. Why were mainly medieval artworks left without artist's name? Deməli, nəyə görə bəs bu təsvirlərdə rəssamların adlarını göstərmirdilər, yazmırdılar deyir bizə. Gəlib mətnimizə baxsaq, onun haqqında məlumat 3-cü abzasın sonlarında var idi. Bu hissədə bizə əsaslandırıblar ki, aha, bəs belə-belə və həmçinin də many masterpieces remain anonymous today. Və gəlib ona görə biz əsaslandırsaq, 13-də cavabımız nə olacaq? A variantı. Onlar bacarıqlı işçilər idilər. Şanlı, şöhrətli şəxslər deyildilər. Skilled craftsmen rather than independent individual creators. Ardınca gəlirik 14-də. İllüziya nə idi? Kimsə nəyəsə inandırırsa, o belə illüziya oyunları falan yəqin ki, nə varsa görmüsünüz. Oradan da yadınıza sala bilərdiniz sözü və mətndəki mənası da bizdə olacaq. Bir təsvirdir, hansı ki, insanları inandırır ki, bu qarşısındakı şey doğrudur. Müəyyən bir gözlərinizi, baxışlarınızı çəkir, müəyyən bir oyun kimi də bir şeydir deyə bilərdim hətta. Və gəlsək 15-ə, 15-ci sualımıza baxırıq. Mətndə hansı suala cavab var deyir bizə. Baxaq, deməli, why were those
Used materials expensive. Nəyə görə materiallar bahaydı? Bilmirik çünki mətndə cavablandırılmamışdı. 2-yə gəlsək, what role did religion play in medieval paintings? Elə demək olar ki, əsas rol dində idi. Çünki şəkillərin təsvir metodundan tutmuş, onların içərisindəki mövzular filan yenə bu hissəyə əsaslandıraraq deyə bilərik ki, elə dinə əsaslanırdı. Deməli, 2-nin cavabı var. 3-ə baxsaq, egg tempera necə istifadə olunurdu, bu metod necə idi? Demişdik ki, bəs yağlı boyalar yox idi, ona görə yumurtadan istifadə edirdilər. Açılışı da var idi. Harda yazılmışdı desəniz, baxaq. Egg tempera. 3-cü abzasda elə 2-ci cümlədə baxa bilərsiniz. Və gələk çıxaq 4-cü sualımıza. What artistic changes appeared before Renaissance? Deməli, Rənesans dövründən əvvəldə hansı dəyişikliklər oldu? Biz sonuncu abzasda artıq onun haqqında danışdıq ki, bəs buna qədər var idi bizdə bu orta əsrlərin yaradıcılıq forması, hansı ki orada danışdıq, nələr var idi, əsasən dini şeylər idi, illüziya idi, qeyri-reallığı özünü əks etdirən təsvirlər idisə, Renesansda dəyişikliklər nələr oldu? Daha belə dəqiqlik, mənzərədən tutmuş insan anatomiyasınacan daha dəqiq, həmçinin 3 ölçülü təsvirlər var idi. Deməli, 4-cü cavabı var. 5-də hansı təsvirlər ən belə deyir, ən məşhuru, ən dəyərlisi filandır. Bu haqda da məlumatımız yox idi. 5-in də cavabı yoxdur deyəcəyik. Deməli, cavab 2, 3, 4. Bəli, yoldaşlar, beləliklə 16-dan 20-yə qədər olan leksika və qrammatika biliklərimizi yoxlayan testlərə, suallara gəlib çatırıq. Əvvəla 16-ya baxırıq, deyir ki, make up a story, yəni ki, hekayə hazırlayın, qurun. Baxıram ki, 7 dənə cümlə var və mən onları müəyyən bir ardıcıllıqla düzməliyəm ki, həmin o məntiqi cəhətdən doğru olan hekayəni əldə eləyim. Nəyə fikir verirəm? Çıxdaş eləyəcəm. Çünki burada 2 ilə başlayan 2 variantım, 4 ilə də başlayan 3 dənə variantım var və əlbəttə ki, 2 ilə başlayan variantları gəlib tez silərəm. Deməli, A getdi, B getdi, qaldı C, D, Y variantları. Deməli, 4-dən başlayırıq. Gələk, baxaq, görək ki, 4-də nə deyir? Bəs günlərin bir günü görməsi çox zəif olan bir kişi neyniyir? Küləkli havada şapkasını, papağını itirir. Ardınca C, D, Y 3 dənə variantımız var. Gəlin birinci 3-ə baxaq ki, 4-dən sonra 3 gəlsə necə olardı? But that is our little black hen you're running after. Deyir ki, amma bu bizim balaca toyuğumuzdur. Hansı ki, sən onun arxasınca qaçırsan. Yoldaşlar, burada fikir verin ki, bir işarə əvəzliyi var və mən işarə əvəzliyi, ümumiyyətlə nəsə bir əvəzlik olsun bu hekayələrdə, onun nəyi əvəz elədiyini göstərən cümləni yazmamış, gətirib bunu deyə bilmərəm. Yəni ki, orada biz 4-dən sonra ardınca 3-ü gətirib qoysaq ki, bu bizim qara toyuğumuzdur. Aha, bu nədir? Nəyə görüblər? Nəyi işarə eləyiblər? Bilmirəm. Ona görə əvəzlik nəyi əvəz eləyirsə, ondan sonra gəlməlidir. Və burada zətin nəyə aid olduğunu bilmədiyimizə görə 4-dən sonra 3-ü deyə bilmərik. C variantımız səhvdir. Qaldı D ilə Y variantları. D-yə baxsaq, aha, deməli 4-dən sonra 7. O bunun arxasınca qaçdı. Aha. 7 gələ bilər. Çünki onsuz biz burada mən demişdik kişi və ardından da onu əvəz eləyən bizim şəxs əvəzliyimiz, həmçinin də ona uyğun olan yiyəliyimiz var. He, his, düzdür. Bilirəm ki, kişiyə aiddir. 4-dən sonra gəldim 7-yə, sonrasında 2-yə gedək ki, bəs bir qadın onu gördü və aha, onu qışqırdı, çağırdı. Haraylandı. Aha, sonra 5. Sən burada nə edirsən? Gəlirik 1-ə, bəs kişi cavab verir ki, bəs mən şapkamı geri tapmağa götürməyə çalışıram. Ardınca gəlirik 7-yə, daha doğrusu, burada nədir? 4-5 dedik, 6-ya. Sənin papağını qadın təəccüblü formada soruşdu. Ardınca da 3-ə gəlsək, but that is our little black hen you're running after. Amma bu bizim balaca qara toyuğumuzdur, sən onun arxasınca qaçırsan. Aha. Düzgünlük tamamilə uyğun gəlir, elə D variantını da işarələyərəm. Amma Y-dəki problem nədir deyə soruşsanız, 4-dən sonra gəlib 6 qoyubdu. Biz 4-dən sonra 6 nəyə görə qoya bilmərik? Çünki biz sadəcə elə bir hekayədir, düzdür? Bir teatr, bir tamaşa gözünüzün qabağına gətirin. Kişi səhnəyə girir, ondan sonra onun hərəkətləri, onun mətni, danışığı başlayır. Və biz burada qadına hələ təqdim eləməmişdən, qadın o saat təəccüblü formada soruşdu papağını. Mən belə bir ardıcıllıq gətirə bilmərəm. Gərək ki, birinci bu gələrdi, 2.
sonrasında artıq biz qadını təqdim elədik. Sonraki temalarda artıq, sonraki ardıcıllıqlarda altını qoya bilərdik. 6-2-dən əvvəl gələ bilməz. Deməli, Y variantımız da səhvdir, onu da qaralayırıq. Keçək 17-yə. Aha, 17-ci sualdayıq. Deməli, şərtimiz complete the sentence-dir. Yəni ki, cümləni davam elətdirin. Baxıram ki, nə deyir şərtləmənə? He wanted to know. Hansı zamandadır? Keçmiş zamanda. O bilmək istəyirdi ki. Deməli, biz adətən necə demişdik? Keçmiş kimlə uzlaşırdı? Elə keçmişlə. Mən bunu ağlımda, yaddaşımda saxlayacağım. Hansı ki, mənə daha sonrasında kömək edəcək bu sualın həllində. Və həmçinin demişdik ki, complete the sentence tipli suallarımızda nəyə fikir verməliydik? Bizdə bir söz sırası var idi. Hansı ki, biz ona deyirdik ki, nəqli cümlədəki söz sırası kimi olmalıdır. Nəqli cümlədə söz sıramız necə idi? Mübtəda, ardınca köməkçi feil xəbər, ondan sonra isə ikinci dərəcəli üzvlər. Köməkçi feilimiz əsla amma əsla gəlib də nəqli cümlədə mübtədadan əvvələ keçə bilməzdir. Məsəl üçün, A variantına baxın. Bu nədir? Did, köməkçi feili, düzdürmü? Gəlib amma mübtəda Filipdən əvvələ keçibdir. Deməli, səhvdir. Bu nəqli cümlə deyil, bu sual cümləsidir. Mən tez bunu çıxıram və qızardıram. Daha sonra B variantındakı problem zaman uzlaşmasındadır. Biz keçmişlə keçmiş istəyirik. Ona görə B-ni götürə bilməyəcəyik. Gəlsək C variantına. C-də də yenə did var. Buradakı bu didin işlənməyi düzgün deyil. Çünki bu nədir? Köməkçi feil. Və nəqli cümlədə söz sırasında köməkçi feil harda olacaq demişdik? Mübtəda ilə xəbərin arasında. Bəli. Deməli, ona görə C variantımız da səhvdir. Gəlirəm D variantına. D-dəki zaman uzlaşmasına görə biz bunu götürə bilmərik. Çünki şərtdə keçmiş zamandır. Burada isə indikidir. Deməli, D variantımız da səhvdir. Və gəlsək Y variantına. Baxıram ki, söz sıram əla, düzdür. Sonrasında köməkçi feil falan var, yoxdur. Çünki söz sıramız düz idi. Okay. Və nəyə baxırıq? Zaman uzlaşmasına. Şərtdəki cümləm keçmiş, bu da keçmiş. Deməli, uzlaşma düzdür. Y variantını sarı rəngə boyuram. Hansı ki, bu həmin variantın düz olduğunu göstərir. Gəlirik, keçirik 18-ə. 18-ci sualımız daha çox söz ehtiyatı ilə bağlıdır sanki. Deməli, deyək ki, düzgün variantı seçin. Nick is respected by everyone in his group because he is ... and ... Deməli, deyir ki, qrupunda Nick hər kəs tərəfindən hörmət olunan bir şəxsdir. Çünki hörmət olunan şəxsə yəqin ki, o yaxşı bir şəxsdir. Onun insani keyfiyyətləri yaxşıdır deməkdir. A variantında nəzakətli və dürüst var. Elə həmin o A variantını da götürəcəyik. Digər variantlara baxası olsam, B variantındakı selfish nə idi? Egoist idi. Daha sonra C variantındakı envious, bu da jealous, envious, qısqanc, paxıl, xəsis o sözlərdəndir. Pisdir götürə bilmərəm. Ignorant D variantında, Y variantında isə rude sözünə görə mən bu variantı çıxacam. Deməli, bunlar nə oldu? Bizim mənfi xarakteristik göstəricilərimiz. Bizdə isə şərtdə onu yaxşı bir insan kimi tərifləyirdilər deyənə A variantını götürəcəyik. Və 19-cu sualımıza baxırıq. Düzgün inkar cümləsini bizdən istəyir. Fikir verməliyəm ki, cümlə həm inkarlıq cəhətdən, həm də ümumi cəhətdən qrammatikaya baxanda düzgün olsun. Qrammatik cəhətdən, yəni heç bir səhvlik olmasın. A variantına baxsaq, əslində inkarlıq cəhətdən səhv yoxdur, çünki bir inkar var. Və səhv hardadır desəniz, biz demişdik ki, mürəkkəb tamamlıqda biz 3 qrupa bölürdük feilləri və expect 3-cü qrup feili idi. Hansı ki, özündən sonra gələn mürəkkəb tamamlıqda o to istəyirdi. Yəni ki, the workers to finish kimi olmalıydı. A variantımız ona görə səhvdir. B-də heç bir problem yoxdur, düzdür. Çünki iki mürəkkəb, yəni daha doğrusu iki sadə cümləni birləşdirərək bir mürəkkəb cümlə almışıq və Z orada bağlayıcı vəzifəsini əsasən icra elədiyinə görə heç bir problem yoxdur. İnkarlıq falan da hər şey yerindədir. C variantında no one never deyirik, görürük. Elə o sayıqı deyirik ki, bu səhvdir. Çünki iki inkar var eyni bir cümlə daxilində. Və gəlirəm D variantına. D'dəki problem anybody didn't expect deyil də cümləmiz əslində olmalıydı. No one expected. Nobody expected. Bu formada deməliydik. Və yaxud da ki,
Anybody-ni tutaq ki, saxlamaq istəsəydik belə, cümləmizin doğru versiyası belə olmalıydı ki, anybody who expected the workers to finish their work so soon was mistaken. Yəni, bu formada versəydik, daha düzgün olacaqdı. Çünki didn't da var, anybody də var. Normalda hə demişik ki, inkarda işlənməlidir. Amma bu hissədə, bu cümlədə müəyyən bir məna, leksik, qrammatik cəhətdən pozuntu yaranır. Ona görə də D variantını götürə bilmərik. Və gəlsək Y variantına, Y-də də o dəqiqə görürəm ki, nobody didn't deyir. Bu nədir? İki inkar yan-yana deməli cümləmiz səhvdir. Gəlirəm 20-ci sualıma. 20-ci sualda bizə deyir ki, düzgün sözünü olan variantı tapın. Deməli, İngilis dilində biz bitmiş zamanlarda sual verirdik. Heç daha əvvəl falan yerdə olmusanmı? Həmişə onu necə deyirdik? To. Have you ever been to Baku, məsəl üçün? Have you ever been to İsmayıllı və s. Deməli, oradan biz artıq tuturuq ki, birinci sözünümüz bura to olacaq. Ondan sonra baxıram. A week. Onsuz bir dənə variant qalır, amma yana baxaq, müddət deyir və bitmiş zamandır. Yəni, bir həftədir ki, haradasa olubdur. Deməli, fordan istifadə eləyəcəyik. Müddət bildirəndə bizim sonra bitmiş zamanlarımızda fordan istifadə eləyirdik. İkinci tərəfdə bəs desəniz ki, müəllimə, orada da bir neçə gün deyir də, nəyə görə for yox, in qoymusunuz? Oradakı mənada artıq müddət deyil də, nə qədər vaxta gəlib qaydacağıq da, onu bildirmək istəyirik. Ki, they will leave, yəni filan vaxtacan, filan müddətəcən gedəcəklər, çatacaqlar. O artıq bunları bildirir. Və filan vaxta qədər bunları göstərmək üçün. Ona görə də indən istifadə eləyirik. Bu da olur elə 20-də A variantı sözünüydü, amma olduqca da asan sual idi. Beləliklə də yoldaşlar, sualların izahını bitirdik. Ümid edirəm ki, hər biriniz üçün aydın oldu. Sağ olun, salamat qalın. Bir sonraki videolarda görüşmək üzrə. Uğurlar.